Stomatologiyada hal-hazırda sertifikasiya və lisenziyalaşma real işləyirmi, yoxsa formal xarakter daşıyır? Sertifikatlaşmanın real işləmədiyini birbaşa deyə bilərəm, birmənalı. Yəni çünki sertifikasiya imtahanı həkimlərimizin bir çox bölümü tərəfindən çox mənasız bir tətbiq olaraq görülür. Yəni bunda da haqqımız var. Çünki suallar necə deyim, bir stomatoloqun iş həyatında onu inkişaf elətdirə biləcək, onun praktiki biliyini artıra biləcək səviyyədə deyil. Yəni qətiyyən bu o səviyyədə deyil və illərcə eyni suallar təkrarlanır. Bir neçə sualda dəyişiklik edirlər, çox az suallar artırırlar və ya əksildirlər. Ancaq o imtahanlara hazırlaşarkən biliyimizi artırmaq üçün yetərli deyil o suallar. Yəni bir həyəcan yaratmır da belə. Bir həyəcan yaratmır. Çünki mən çox açıq deyirəm sizə. Yəni biz o sertifikasiya imtahanına girərkən 5 gün, 6 gün, 1 həftə maksimum öncədən əzbərləyib sualları giririk. Yəni o suallardan çıxır. Yəni bu qətiyyən həkimin hər hansı bir həkimin səviyyəsini göstərmir və yaxud da ki inkişaf üçün və yaxud da ki məsləyi üçün yetərliliyini göstərmir bu imtahan. Heç diplomu olmayan bir insan da əzbərləyər, oxuyar, girər, bəlkə də suallara cavab verib o imtahandan keçə bilər.